أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Değerli Müslümanlar, bir şəxsin Müslüman olduğunu bildiren La ilahe illallah kelimesidir. Bu kelime mana etibariyle Allah'tan başka ibadete hakkı olan heç bir mabud yoktur demektir. Ama fəzilət etibariyle ise bu o kadar əzəmətli ayədir ki, alemlerin Rabbi Allah bu kelime barəsində, bunun fəziləti barəsində Kur'an-ı Kerim'de buyurmuştur ki, Şəhidallahu ennehu la ilahe illahu vel melaiketu ve ulul ilmi qaimen bil qist. La ilahe illa huvel azizul hakim. Ali İmran suresi 18. ayet. Allah Subhanahu Teala burada böyle buyurur. Allah şahittir ki Allah'tan başka ibadete hakkı olan hiçbir mabud yoktur. Bakın ha, Allah özünü şahit getirir. Allah'tan büyük şahit kim olabilir? İndi siz görün, bu kelimeni seven ve bu kelimenin üzerinde yaşayan insanlar, yani hayatını La ilahe illallah üzerinde kuran, yani onun hayatında hiç vaxt Allah'tan başkasına dua olunmaz. Allah'tan başkası onun hayatının esasını teşkil etmir. Yani bütün sevdiklerini Allah'a kurban verecek adamlar var ha. Ki sonunda canını bile Allah'a verir ha. Görün bu La ilahe illallahı deyip ve onun üzerinde yaşayan insan ne kadar əzəmətlidir ki, bu ayədə gör Allah onu necə qeyd edir. Bax, ayənin əvvəlində Allah deyir ki, Allah şahiddir ki, Allah'tan başka ibadete hakkı olan mabud yoktur. Sonra deyir, onun mələkləri de buna şahiddir. Sonra deyir, ve elimli olanlar da buna şahitlerdi. Elimli olanlar, yani o sıradan insanlar, La ilahe illallah kelimesi üzerinde yaşayan insanları deyir Allah'ın Resulü. Bu əslində, bu sözü deyip bunun üzerinde yaşayan insanlar için elə əzəmətli müjdədir ki, değerli insan, Allah şahiddir. Eğer biz bu sözün ne anlama geldiğini, bu ne kadar büyük sözdür, senin adın Allah özünün şehadet getirdiği işte seni de şahit getirir. Təsəvvür edirsən mi? Allah deyir ki, mən şahidəm ki bu iş belədir. İnanmısan, get filan kəsdən soruş. Səni Allah şahid getirir. Onlardan soruşun. Kimdir onlar? Yeryüzünün tövhid əhli. Dilindən bu kelimeler düşmür. La ilahe illallah. Hem bu kelime düşmür, hem de hayatını bunun üzerinde kurur. Bak bu insanlar Allah için o kadar değerli, kıymetli məxluqlardır ki, Allah bir şeye and içdikdə mələkləri ve onları şahit getirmişti. Ona göre değerli insanlar, müjdeler olsun hayatını La ilahe illallah üzerinde kuranlara. Onların dilinden heç vaxt Allah düşmür. En çok sevdikleri Allah'tır. Daima Allah'tan danışırlar. Daima Allah'ı ucaldırlar. Necə ki, bazı aşıqlar çok sevir ki, onun sevdiğinden danışsınlar. İnsan vardır, dindirirsen
hele övladlarından danışır. Hiss edirsən ki, çox sevir. Pis əlamət deyil ha. Əlbəttə ki, övladı sevərlər. Əlbəttə ki, atanı, ananı sevərlər. Əlbəttə ki, bəzi dəyərli insanlar vardır ki, onlar dünyada yaşamışdırlar. O insanlar seviləsi insanlardır. Amma sənin şüarın onlara olmamalıdır. Sənin dilinin şüarı daima Allah olmalıdır. Hər neməti gördükdə Allaha təşəkkür etmək. Həyatında hər bir gözəlliyi gördükdə Allaha şükür etmək. Hər şeyin başında Allahı qoymaq. Bax, bu tövhid əhlinin həyatıdır. Bax, belə insanlar Allah üçün ən dəyərli insanlardır. Bu kəlimə ki var, La ilahə illallah kəliməsi, dəyərli insanlar. Bu sözü gün ərzində çoxluca istifadə etmək lazımdır bu sözdən. İndi onun fəzilətini deyəcəyəm sizə. Allahın Rasulü buyurmuşdu. Nə qədər fəzilətli sözdür bu sözü demək. Ona görə dili öyrəşdirmək lazımdır bu sözə. Ən çox deyiləsi sözdür. Çox zaman olur, insan vardır, gün ərzində, 1000 dəfə salavat çəkir. Allahümmə salli alə Muhammed və alə Muhammed deyir. Və yaxud da ki, hansıysa bir sözü çox deyir. Dəyərli insan, əlbəttə salavat çəkmək savabdır. Salavat çəkmək sıradan savabdır. La ilahə illallah isə o, misli bərabəri olmayan zikirdir. Ən çox bu zikri etmək lazımdır. Ümumiyyətlə, yadda saxlayın. Yer üzünə hansı alim gəlir gəlsin, hansı kitabı araşdırsın. La ilahə illallah kəliməsindən əzəmətli kəlimə səmadan yerə enməyib. Səmadan yerə bundan böyük söz enməyib heç zaman. Bütün zamanlarda. Əl-Ənbiya surəsi 25-ci ayədə Allah Subhanahu taala buyurmuşdur. وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدُونَ. Səndən qabaq, Muhammed sallallahu aleyhi və səlləmə deyir, səndən qabaq elə bir rəsul göndərməmişəm ki, o bu sözü deməsin. La ilahə illallah. Yalnız Allah'a ibadət edin. Deməli, Allah bütün rəsullara bu sözü əmr etmişdi. Hələ belə söz yoxdur. Hələ buna tay bir söz yoxdur. Əz-Zəriyat surəsində Allah Subhanahu taala buyurur. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونَ. Mən bütün cinləri və insanları yalnız və yalnız mənə ibadət etmələri üçün yaratdım. Allah'a ibadət etmələri. Bu da o deməkdir ki, La ilahə illallahı gerçəkləşdirmək üçün. Onu gerçəkləşdirmək lazımdır, dəyərli müsəlmanlar. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, kimin ən son sözü La ilahə illallah olarsa, o hökmən cənnətə girər. Hökmən cənnət əhlidir. Kimin son sözü La ilahə illallah olarsa. Deməli, biz bu kəliməni istəyiriksə ki, bu kəlimənin şərəfini yaşayaq, fəzilətini yaşayaq. Bu o demək deyildir ki, hələ bunu sadəcə üsulla, hələ dilinlə deməklə, ondan sonra nəyi istəsin yaşasan, sən bu fəziləti alırsan. Əlbəttə ki, belə olmur. Əlbəttə ki, Allaha kələk gəlmək olmaz. Amma sən bil ki, nə? Bu kəlmə inanılmaz bir kəlmədir. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurur. Mə min əhədin yəşhədu ən la ilahə illallah və ənə Muhammedən Rasulullah sıdqan min qalbihi illə hərrəməhullahu alən-nər. Muttafaqun aleyh. Kim şəhadət gətirərsə ki, Allahım,
mənim səndən başqa ilahım yoxdur. Bütün ilahları inkar edirəm. Ocaqları, pirləri, ziyarətgahları, səndən savay nəyəsə etiqad etməyi Allahım inkar edirəm. Səndən başqa ilahım yoxdur. Və Muhammed sənin rəsulundur. Yəni bildiyimiz əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammedən Rasulullah kəlməsi. Kim bu kəliməni sidqi ürəkdən deyərsə, Allah cəhənnəmə onu haram edər. Sidqi ürəkdən, yəni mənasını anlayaraq və səmimi olaraq bu sözü deyər. Səmimi deyir və üzərində yaşayır. Və Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, qiyamət günü mənim şəfaətimdən faydalanan xoşbəxtlər o şəxslər olacaq ki, onların dilində daima la ilahə illallah kəlməsi ixlas ilə deyilmiş olar. Hədisi İmam Buxari rəvayət etmişdir. Əs'adun nəs bi şəfaəti yevməl qiyamə mən qalə la ilahə illallah xalisən min qalbihi və nəfsihi. Kim la ilahə illallah kəlməsini xalis, səmimi olaraq deyərsə, qəlbi ilə, qiyamət günü mənim şəfaətimə müvəffəq olacaq, layiq olacaq, xoşbəxtlərdən olacaqdır. Əlbəttə ki, bizim bunlara ehtiyacımız var. Əlbəttə ki, bizim Allahın bizim bağışlanmasına ehtiyacımız var. Əlbəttə ki, Allah bağışlayandan sonra Allahın Rəsulunun bizi öz qonşusuna aparmasına ehtiyacımız var. Və ona görə də bu kəlimə, la ilahə illallah kəlməsi, o qədər əzəmətli kəlmədir ki, bax bu kəlmənin üzərində yaşayan insanlar, bax bu saadətə qovuşacaqlar. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, kim gün ərzində 100 dəfə gün ərzində, yəni sübh namazından məğrib namazına qədər, gecikərsə axşam yatana qədər, fərq etməz. Yəni bir sutqada o 100 dəfə desə, la ilahə illallah. Əslində burada la ilahə illallah mövzəyə görə belə qısası deyilir də. Yəni la ilahə illallah sözünün tamı la ilahə illallah vahdehu la şərikə ləh, ləhul mulk və ləhul hamd və huvə alə kulli şeyin qadir. Ən əsas bu şəklini əzbərləməkdir. Növləri çoxdur. Hansını əzbər bilirsənsə hal-hazırda, elə onun da üzərində qala bilərsən. Yetər ki, la ilahə illallah bununla başlasın. Allahdan başqa ibadətə haqqı olan mabud yoxdur. Vahdehu la şərikə ləh. O təkdir, heç bir şəriki yoxdur. Bütün mülk isə onundur. Hər şeydə qüdrəti çatır. Allahın Resulü deyir ki, kim bunu 100 dəfə gün ərzində deyərsə, qiyamət günü Allahın yanına gələndə, hesab yerinə gələndə, ondan böyük mükafat ilə gələn olmaz. Yəni, ən böyük mükafat ilə o gələr. Yalnız ondan böyük mükafatla gələn, bunu ondan çox deyənlər olar. Yəni, yenə də la ilahə illallah sözünə dayandı. Bu, gün ərzində 100 dəfə bunu demək, tikə-tikə, hissə-hissə də demək olar. Yəni 10-10, 15-15, 20-20 fərq etməz. Hissə-hissə də deyib, yetər ki, gün ərzində bunu 100 dəfə deyilsin. Musa aleyhissalam bir gün Allaha deyir. Və bu hədisi Əbu Said Əl-Xudri radiyallahu anhu rəvayət edir. Ki, Allahın Resulü dedi ki, bir gün Musa aleyhissalam dedi, ey Rəbbim Allah, mənə elə bir kəlmə öyrət ki, mən o kəlmə ilə səni zikr edim və sən ən çox onunla sevinəsən. Yəni, onu daha çox qiymətləndirəsən. O kəlməni mənə öyrət. Allah ona dedi, ya Musa, qul, la ilahə illallah. Ey Musa, de, la ilahə illallah. Musa aleyhissalam dedi,
Ya Rəbbi, bunu sənin bütün qulların deyir. Sənin bütün qulların, sənin qulların bunu deyir. Mənə məxsusi bir söz öyrət ki, o mənə məxsus olsun, indi olsun, yeni, yəni daha əzəmətli. Allah Subhanahu taala deyir: Ey Musa, İzzət cəlalıma and olsun. Bu kəliməni əgər bir tərəzi olsa, tərəzinin bir gözünə qoyulsa, la ilahə illallah kəlməsi, tərəzinin ikinci gözünə Allahdan başqa nə yaradılıbsa, hamısını qoysalar, yenə də bu bircə la ilahə illallah kəlməsi hər şeydən ağır gələr. Təsəvvür edirsiniz, Allahdan başqa hər şey nə deməkdir? Kainat, dağlar, dənizlər, mələklər, hər nə, heyvanlar, gəlmiş, keçmiş, hamını Allahdan başqa hər nəyi tərəzinin bir gözünə qoysun. Yenə də bu kəlimə ağır gələr. Əgər onları 7-yə qatlasın, yəni yeri 7 yerə qatlasın, göyü 7 dəfə çoxaltsan, yenə də bu kəlimə ağır gələr. Mənim üçün bu kəlimədən ağır kəlimə yoxdur. Böyük, əzəmətli kəlimə yoxdur. Deməli, dəyərli müsəlmanlar, biz bu kəliməni əzbərləyəcəyik. Təbiidir ki, əzbər bilirsiniz və bəlkə də daha çox deyirsiniz. Bu bir xatırlatmadır ki, gün ərzində La ilahə illallah vahdehu la şərikə ləh, ləhul mulk və ləhul hamd və huvə alə kulli şeyin qadir desək və bunu deyərkən mənasını anlaya desək ki, Allahdan başqa ibadətə heç bir layiqli bir məbud yoxdur. İbadət yalnız Allahın haqqıdır. İbadət də deyəndə sinxron beynimizdən bu tərcümə keçməlidir. Mən yalnız Allaha dua edirəm. Qurbanımı Allah üçün kəsirəm. Nəzirlərimi Allaha edirəm. Allahdan başqa kiminsinsə ehsan vermək kimi, Allahdan başqa kiməsə nəzir etmirəm. Seyyidin cəddinə nəzir qurban boyun almışam. Filan ocağa, filan ziyarətgaha nəzir qurban boyun almışam. Hamısı şirkdir, dəyərli insanlar. Bunu ibadət bilərək edir bəzi xalqımızın mənsubları. Dəyərli insanlar və hətta bəzi insanlar var ki, onlar bu sözü eşidəndə yenə də qıcıqlanacaqlar. Sən bilginən, səni qıcıqlandıran Allah deyil. Səni qıcıqlandıran şeytandır. Və sənin qızığının səndən başqasına zərəri yoxdur. Sən bizə zərər verə bilməzsən. İstəsən də verə bilməzsən. Sən o qızığınla bizə bir şey etmirsən. Özünü pis vəziyyətə salırsan. Sabahları Allahın huzurunda niyə peşiman olasan? Niyə sən elə düşünürsən ki, düz edirsən? Axı səni nə vadar edir buna? Axı sənə deyilir ki, sənin ilahın Allahdır. Sən bunu təbiidir ki, qəbul edəcəksən. Və o biri sözü ki var, sən deyirsən ki, filan kəs də hörmətlidir. Hörmətsizdir kim deyir ki? Hökmən gələ hörmətliyə ibadət edəsən. Hörmətlini sevərlər, hörmətlinin hörmətini saxlayarlar, hörmətliyə yalvararlar, həm də ölüsünə. Axı bu şirkdir. Və bir də o sənin üçün nə qədər hörmətlidir ki, Allahı qəzəbləndirəcək qədər də olsa, yenə də hörmətlidir, o zaman vay sənin halına vay. Sənə haqq deyildi, haqdan qaçma. Bir də dəyərli müsəlmanlar, ey bu sözü deyən müsəlman qardaş və bacılarımız, bu sözü deməklə Allaha kələk gəlməyi düşünməyək. Əlbəttə ki, biz insanıq, xətalar edirik, günahlar edirik və bunlar bizdən xaric olur, biz bunu törədirik. Siz inanın ki, Allah səmimi bu sözü deyənlərə söz verir ki, onları təmizləyəcəyəm. Allah bunun üçün söz vermişdi öz rəsuluna. Səhih qaynaqlarda gəlir bunların hamısı. Ki, Allah onları bağışlayacaq. Kim bu kəlmənin üzərində mənə qovuşarsa, Allah onun
günahlarının affetmesi hakkında ona müjde vermişti. Ona göre amma ki biz bunu dille dediğimiz kimi mənasını da anlayaq və həyatımızı da onun üzərində quraq. Yoxsa gedib ziyarətgahda oturub deyir la ilahe illallah. Sənin ziyarətgahda nə işin var? La ilahe illallahın orada nə işi var? Bu sözlər ki biri-birinin ziddidir. Sən deyirsən Allahdan başqa ilahım yoxdur, getmirsən ziyarətgaha girir, qəbrin başına fırlanırlar. Deyirsən la ilahe illallah, gedirsən filan yerdə qurban kəsirsən ziyarətgahlarda. Bu sözlə bu söz düz gəlmir və bu söz məhv olur, puç olur. Çünki haqqını ödəmədin. Haqqını verərək bu sözü deyənlər, haqqını verərək bu sözü deyənlər üçün Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, kim gün ərzində 100 dəfə la ilahe illallah zikrini edərsə, bu onun üçün bərabər olar, sanki 10 nəfəri qulluqdan azad edib. Yəni kölə idi, gedib 10 nəfərin pulunu verib ona azad edib. Sonra Allah onun üçün 100 həsənə yazar. 100 həsənə. Həsənə bir gözəllikdir. Amma tam olaraq nədir? İnşallah ki, qiyamət günü görərsən onu. 100 həsənə sənin üçün yazılır. O sözün mənası gözəllik deməkdir. İndi o gözəllik gözəl bir dağ boyda mükafatdırmı? Nədirsə Allah onu bizə bu şəkildə demişdi. 100 həsənə yazıldı. Hər gün hər gün bu sənə yazılır. Və sonra 100 günahı silinər. Və həmən gün şeytandan qorunar. Ta axşama qədər. Və qiyamət günü ən böyük mükafat ilə Rəbbinin yanına gələr. Hədis də muttafaqun aleyhdir. Bütün imamlar bu hədisi rivayət ediblər. Bax, bu qədər böyük kəlimə gör sənə nəyin müqabilində verilir. Sən deyirsən, la ilahe illallah, vahdahu la şərikə ləh, ləhul mulk və ləhul hamd və huvə alə kulli şeyin qadir. Sən bu kəliməni deyirsən. Özü də bu kəlimə ərəb kəlməsi olmasına baxmayaraq, ərəb dilində ən yumuşaq hərflərlə olan kəlimədir. Yəni dil içində rahatdır. Yəni qəliz məxrəcləri yoxdur. O qədər sadə, üslub ilə deyilə biləcək sözdür. Dəyərli müsəlmanlar, dilimizin əzbəri olsun. Bu zikri həyatımızda çoxaldaq. Söz yox, başqa zikirlər də vardır. Onları da öz zamanında edəcəksən. Amma ki, sənin həyatın, gündəliyin ən ağır, ən böyük zikri bu olsun. Çünki bundan böyük zikri heç bir peyğəmbər tanımayıb. Sən haradan taparsan ki? Heç bir peyğəmbər bundan böyük zikir bilməyib. Ən böyük zikirdir. Bu sözü demək, bu sözün üzərində yaşamağı Allah bizə müvəffəq eyləsin. Əsli müsəlman olaraq yaşayaq. Allahdan başqa kiminsə adını çəkib yalvarmayaq. Allahdan başqa kiməsə qurban kəsib həsənatlar etməyək. Yalnız Allah üçün bunları edək. Allahın yer üzündə olan hörmətli qullarına isə başımızın üstündə onları başımıza tac edək. Onları sevək və onların yaşadığı həyatı, uyğun həyat yaşayaq. Amma ibadətə gələndə isə dilimiz Allah ilə əzbərlənsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.